Bağlanan həmin verilişlər sırasında sən axtarıram, bizimləsən, rəngarəng, təhsil dairəsi kimi verilişlərin adları hallanır. Xatırladaq ki, bir müddət əvvəl də bir neçə qalmaqallı aparıcıların qalmaqallı verilişləri bağlanmışdır. Bəs tamaşaçılar həmin bağlanan verilişlərin əvəzində hansı verilişləri görmək istəyir, nə gözləyirlər? Ümumiyyətlə, onlar adlı çəkilən bu verilişlərin bağlanmasını necə qarşılayır? Məsələ burasında ki, bu verilişlər çoxdan bağlanmalı idi. Çünki bunlar milli mənəvi dəyərlərə zid, ailə dəyərlərinə zid, ümumiyyətlə cəmiyyətə zid məsələlərlə məşğul olurlar. Mən indi konkret ad çəkmək istəmirəm, amma o verilişlərin elə birisi yoxdur ki, deyəsən ki, o veriliş hansısa kadr, hansısa orada süjet, hansısa bir informasiya bu gənclərin, yaşlıların hansısa bir müsbət keyfiyyətinə, müsbət xarakterinə hansısa bir təsir göstərir. Ola bilməz belə bir şey. Tamaşaçı auditoriyasını öz ixtiyarına buraxmaq olmaz. Tamaşaçıya zövq gətirən, tamaşasını istiqamətləndirən, səfərbər eləyən, düşündürən, narahat eləyən problemləri elə şəkildə təqdim eləmək lazımdır, elə tərzdə təqdim eləmək lazımdır ki, o tədricən o cəmiyyətə, dövlətə, millətə lazım olan məsələlərə istiqamətlənsin, yönəlsin. Mən o verilişlərə baxmamışam heç vaxt. Yəni mən nəsə görmüşəm ki, nəsə bir mənasız bir şeylər də orada. Mənasız deyəndə ki, daha da elə bir insanların necə deyim, cavanlar baxır ona, gənclər baxır. Ona görə də hamısı üzr istəyirəm, saat bilmirsən, yığıb-yığışdırmaq mümkün deyil. Ona görə də mən o verilişlərə baxmırdım, yalan niyə deyim. Elə belə olmağı daha yaxşı oldu. Elə bir görürdüm də ki, kimsə də baxır, özünə dərd eləyir, iraq-iraq, uşaqdır, baxır, deyir, elə belə bu həyat yaxşıdır. Cavan gəlindir, deyir, elə mən evdən qaçım gedim, mənə yaxşı olar belə. Valla da indi çox yaxşı ki, elə belə oldu. Əvəzində istəyərdik ki, biraz bu gəncləri hardasa düz yola, nə bilim düzlüyə, nə bilim valideynə hörmət eləmək, valideynə ki, böyüyə hörmət eləməyə çağırsınlar. Müsbət, çox gözəl iş görüblər. Abur haya aradan götürülüb, hər şey yerindədir. İndi baxıram, bir günlər televizor görürüm, hamısı yerindədir. Mən onların verilişinə baxmırdım. Çünki mən bilirsən niyə xoşlamıram? Xoşlamıram mənim millətimi kənar ölkələrdə o cür tanısınlar. Ona görə baxmıram, əsəbləşirəm onlara baxanda. İstəyirəm intellekt olan verilişlər olsun, məsələn milyonçu kimi verilişlər olsun, belə şeylər istəyirəm. Yəni uşaqlarıma da onları təbliğ eləmişəm həmişə. Biz onlara baxmamışıq. Mən daha yüksək səviyyəli verilişlərə baxıram, mən elə verilişlərə baxmıram. Mən elə hesab etmirəm ki, onlar elə yüksək səviyyəli verilişdir və insanların belə deyək, mənəviyyatının təmizlənməsinə və s. xidmət etmir. Mən elə hesab edirəm. Ola bilər ki, orada bəzi problemlər var ki, ehtiyac var, o məsələ müzakirə olunmalıdır. Lakin ümumi belə o verilişlərin yaratdığı ab-hava məni şəxsən o qədər də qane etmir. Mən o verilişlərin əvəzinə daha çox insanların belə deyək, ümumi dünya görüşünü daha da təkmilləşdirənmi deyim, daha da zənginləşdirənmi deyim, bu cür verilişlərə üstünlük verirəm. Zaurun, Xoşqədəmin verilişlərinə çox da baxmıram. Bizim evdə də çox da yəni baxılmır. Niyə baxılmırdı? Çünki mənə biraz mənasız gəlirdi həmin verilişlər. Həmin verilişlərin əvəzində hansı verilişləri görmək istəyirsiniz? Həmin verilişlərin yerinə məsələn intellektual verilişlər olsa daha maraqlı olar məncə. Ümumiyyətlə mənim heç bir kanallardan xoşuma gəlmirdi. Heç bir belə qeybətlə başqa heç bir təhsil vermək lazımdır, adamlara ibrət vermək lazımdır. Mədəniyyət biraz zəifdir biraz. Küçədə gəzəndə də adamlar belə bir-birinə hörmət eləmirlər, çiyinlərlə bir-birinə vura-vura gedirlər. O barədə heç bir tərbiyə proqramları olmalıdır. Məktəbdə, evdə, televiziyada. Ona görə Gözləyirdinizmi? Bax, hökumət belə bir qərar versin, yəni o verilişlərin bağlanmasını gözləyirdinizmi? heç ola açılmayaydı geri. Mən televizora baxmıram da, ancaq YouTube'da mənə nə lazımdır ona baxıram. Mənasız şeylər, verilişlər də düzgün deyil. Sonra adamları da bu qeybət əsəbləşdirir. Mənasız şeylər.